yadınızdan çıxmasın elədiyim şeylər. Gördüyünüz bu dərman qışda əsas vacib olan bir şeydir. Yayda elə ehtiyac yoxdur. Qışda lazımdır. Baytarlarda var. Bunun özünün şəklini skrin eləyin. Baytardan ala bilərsiniz. Deməli, bunun hal-hazırda 100 milli olan, 50 millim olan da var, 100 millim olan da var. Mən 100 millim olanı almışam. Baxın, heç açılmayıbdı. İşlədən insanlar bilir bu nə olduğunu. Və bunun içində kitabçası var, oxumuşam özüm. İstəyən olsa özü oxuya bilər. Bax, tərkibində vurma qaydası, hər şey yazılıbdır. Və necə vurulacaq onu sizə izah edəcəm. Göyərçinlərə vuracam. Bunu hal-hazırda deməli 1 qramda millimlərlə vurulacaqdır. Məsələn, 1 qramlıq şprit sizə göstərərəm. Sizə baxın belə. 1 qramlıqsa belə. 1 millim göyərçinə 2, 3, 4, 5. 1 qramı 5 quşa vura bilərsiniz. 4 quşa da vursanız olar, ziyanı yoxdur. 3 gün eyni vaxtda vurulmalıdır quşlara. Bu nə üçün, nəyə yarayır onu deyəcəm sizə. Bu anladır ki, göyərçinlərin soyuqlaması, mədə bağırsağında infeksiya olması, təmizləyir, mədə bağırsağında soyuqlama, göyərçin özünü soyuqlama varsa onu çıxarır. Çox güclü dərmanlı, işlədənlər bilir bunu. Keçən il işlətmişdim, bu il də işlədirəm. İnşallah ki, yaxşı nəticələr əldə edəcəyik. Quşlara ziyanı yoxdur, sadəcə olaraq çox doza vurmayın, quş sınıxa bilər. Onu da sizə deyim ki, quşlar biraz sınıxasıdır, soğuqub qıraqda duracaq, amma sabah sübürün quşlar olacaq cin kimi. Özünüz də peşman olmayasınız. Bu dərmanı işlədin, peşman olmayasınız. Çox gözəl dərmandır, çox gözəl effekti var. Bu Liboy baytarda var, bu qayda göstərin. Bunu da çəkirsiniz, məsələn 5 qramlıq götürün. Münsinin şpirsini biraz ağır gedir deyə bunun ucun nazik iynəsi dostdur. Buna çəkib bundan vuracağım. 5 qramı çəkin. Neçə quşa vurarsınız, biraz bir tutub vurun sinəsinə, döşətinə vurun, geçsin. Çətin bir şey yoxdur. Kimin nə sualı olsa yazar, mən köməklik eləyərəm. Düşürəm yerə, hal-hazırda saat 12-dir. Gecə vururam məcburən. Vaxtım olmadığı üçün. Sabah da yəqin eyni vaxtda vuracam. Birüsünü yəqin eyni vaxtda. Kimin nə qədər vaxtı var onda vura bilər. İstəsə səhər də vura bilər, istəsə gündüz də vura bilər. Fərqi yoxdur. Sadəcə olaraq yem verincə qabaq vurmaq lazım, qusmasınlar. Yem yedirsəniz qusacaqdır quşlar. Dərman da ki, çalışın isti yerdə qalmasın, gün dəymə yerdə dəysiz qalsın, xarab olmasın. Bir də bunu açanda az miqdarda açın ki, iynəni ucunu batırın, çox deşilməsin. İşlədib saxlaymaq istəsəniz, bu üstünə izolent vurun, hava girməsin. İçinə gün dəymə yerdə, sərin yerdə saxlayın, gələn il işlədə bilərsiniz. Yoxsa xarab olur dərman. Təşəkkür edirəm hər kəsə. Xahiş edirəm videoları bəyənin, axıra qədər izləyin. İstəyən olsa vurulma qayda videosunu çəkə bilərəm. Bəlkə də çəkdim. Qaranlıq olduğu üçün belə çəkirəm ki, sizə bir-iki göyərçinə necə vurulur deyə. Baxın, dərmanı çəkmişəm. Hazırda görürsünüz, dərman da buradadır. Göyərçinlər də buradadır. Mənim damızlıq quşlarımdır. Tutursunuz bu qaydada, bala baxmaqdan quş maraqlayıb nə üçün. Quş incitmədən. Millim vurursunuz. Düşəcək, düşməyəcək bilmirəm. Telefonu ayağımdan, dizimdən tutmuşam. Və getdi. Bu biri. Çıxarsınız şöyle. Bir quşlara vurun geçsin. Ziyanı olan şey deyil. 3 gün vuracağım quşlara inşallah ki. Əslində üstünə yazılıbdır ki 5 gün, 3 gündən 5 günə kimi vura bilərsiniz. Mən indi 3 gün vuraram, 4 gün vuraram, baxar da axota. Da getdi. Belə vurursunuz. Ballara da vura bilərsiniz. Dənə düşəsi ballara da vurmaq olar. Onlara da vura bilərsiniz. Baxın, özünə baxan quşun da boydadır.
Göstərəməm, tərs tutmuşam. Kimin nə sualı olsa yazar. Belə vurulur bu qayda. Ballardır. Burada da ballar var. Hal-hazırda o yandakı baladır. Burada da ballar var. Vuracağım hamısını. Burada da yumurta var. Nasıl yumurta yufta.